Yəhya müjdəsinin 12-ci fəsli dönüş nöqtəsidir. Bu fəsildə İsa'nın xidməti açıq şəkildə sona yaxınlaşır və diqqət artıq çarmıxa yönəlir. Burada sevgi, itayət, şöhrət və qurban bir nöqtədə toqquşur. Bugünkü mövzumuz qurban, həqiqi şöhrət və çarmıxa aparan yoldur. Əziz bacı və qardaşlar, bu günləri Yəhya müjdəsinin 12-ci fəsilinə baxırıq. Bu fəsil bir sual verir. İsa kimdir? Möcüzə göstərən padşah, yoxsa insanların günahına görə öləcək bir qurban? Burada sizinlə dərin sevgi və səxavəti görürük. Saxta dindarlıq, padşahın Yerusəlimə təvazökar girişi, ölüm yolu ilə gələn həyat barədə oxuyuruq. 12-ci fəslin 1-ci ayəsindən 8-ci ayəsinə qədər görürük ki, Məryəm çox bahalı ətir götürür və İsa'nın ayaqlarını məhs edir. Bu təsadüfən edilən bir şey deyildi. Ətir bahalı ətir idi. Məryəmin ürəyi xidmət üçün açıq idi. Burada təvazökarlıq nümunəsi var. İsa'nın şagirdlərindən biri ona xəyanət edəcək Yahuda İskariot deyir. Nə üçün bu ətir 300 dinara satılıb yoxsullara verilmədi? Onda İsa deyir, qadını rahat burax. Qoy bunu mənim dəfn günüm üçün saxlasın. Həqiqi sevgi hesabat aparmır. Təəssürat yaratmır. Özünü əsirgəmir. Sonra 9-cu ayədən 11-ci ayəyə qədər görürük ki, Yahuda orada yoxsullar deyirdi, güya onları fikirləşir, amma ürəyi o deyildi. Burada bir dərs var. Doğru sözlərlə yanlış niyyəti gizlətmək olar. Amma İsa ürəyi görür. İman yalnız görünən deyil, daxili münasibətdir. 12-ci ayədən 15-ci ayəyə qədər görürük ki, xalq İsanı xurma budaqları ilə qarşılayır, Hosanna, Rəbbin adı ilə gələn padşaha alqış olsun deyir. Amma İsa at üstündə yox, sıpa üstündə gəlir. Bu Zəkəriyanın peyğəmbərliyinin yerinə yetməsi idi. İsa qılıncla gəlmir, taxta oturmaq üçün gəlmir. Çarmıqda ölmək üçün gəlir. Və sonra 16-cı ayədən 19-cu ayəyə qədər görürük ki, şagirdlər əvvəlcə bunu anlamır. İsa çarmıxa çəkiləndən sonra başa düşürlər. Bəzən biz indi anlamırıq, amma sonra aydın olur. İman həmişə tam anlayışla başlamır. 23-cü ayədən 26-cı ayəyə qədər İsa deyir ki, doğrusunu sizə deyirəm. Əgər bir buğda dənəsi torpağa düşüb ölmürsə, tək qalır. Amma ölürsə çoxlu məhsul verir. Bu İsa'nın öz yolu haqqında dediyi idi. Ölüm həyatla nəticələnəcək. Qurban bəhrələr verəcək. Və sonra bizə deyir, kim mənə xidmət etmək istəyirsə ardımca gəlsin. Mən harada olacağamsa mənim xidmətçim də orada olacaq. Kim mənə xidmət etsə, atam da ona hörmət edəcək. İman bəzən özündən keçməyi tələb edir. 27-28-ci ayələrdə görürük ki, İsa deyir, indi ürəyim təlaş keçirir. Və bu gerçək bir ağrı idi. Amma sonra deyir, ey ata, öz adını izzətləndir. Və o vaxt göydən bir səs gəlir. Öz adını izzətləndirdim və yenə izzətləndirəcəyəm. Allahın izzəti rahatlıqda yox, itayətdə görünür. 35-ci, 36-cı ayələrdə İsa deyir ki, qısa bir müddətdə nur sizin aranızda olacaq. Nurunuz olarkən gəzin ki, sizi qaranlıq tutmasın. Çünki qaranlıqda gəzən hara getdiyini bilməz. Bu bir çağırışdır. Gecikmə. Neytral qalma. İman indi cavab tələb edir. 42-ci, 43-cü ayələrdə görürük ki, bəziləri İsa'ya inanır, amma qorxudan etiraf etmirlər. Çünki insanlardan izzət qazanmağı, Allahdan izzət qazanmaqdan artıq sevdilər. Bu ayət çox səmimidir. İman yalnız ürəkdə qalmamalıdır. Həyatda da görünməlidir. Yəhyanın 12-ci fəsli bizə nə deyir dostlar? İsa padşahdır, amma yolu çarmıqdan keçir. Həqiqi sevgi qurban tələb edir. Həqiqi şöhrət itayətlədir. Bugün İsa deyir, nurunuz varkən iman edin ki, nur övladları olasınız. Mənə iman edin. Növbəti fəsildə, Yəhya müjdəsinin 13-cü fəslində şagirdlərin ayaqlarının yulması, təvazökarlıq dərsi, yeni əmr, yəni bir-birinizi sevin kimi hissələrə baxacaq. Rəbb sizə xeyir dua versin.